Aprel ayı bir çox insan üçün adi bir ay kimi görünsə də, astrologiyaya görə bu dövr bəzi bürclər üçün həyatın tamamilə dəyişə biləcəyi xüsusi bir mərhələdir. Bu ay planetlərin düzülüşü xüsusilə diqqət çəkir. Sevgi planeti olan Venera və bolluq planeti kimi tanınan Yupiterin güclü mövqeyi bəzi bürclərə həm maddi, həm də emosional baxımdan böyük dəstək verir. Amma unutmayın, bu şans hər kəs üçün deyil. İndi isə gəlin aprel ayında həyatında dönüş yaşayacaq həmin 6 bürcə bir baxaq. Qoç bürcü üçün aprel ayı yeni başlanğıcların simvoludur. Enerjiniz əvvəlki aylarla müqayisədə daha yüksək olacaq və bu sizi hərəkətə keçməyə vadar edəcək. Uzun müddətdir planlaşdırdığınız layihələr artıq həyata keçirmək üçün hazır vəziyyətə gəlir. Bu ay ən vacib məqam risk almaqdır. Əgər qorxmadan addım atsanız, həm maddi qazanc əldə edə, həm də karyeranızda ciddi irəliləyiş görə bilərsiniz. Şəxsi həyatınıza gəldikdə isə yeni tanışlıqlar və ya mövcud münasibətlərdə istiləşmə gözlənilir. Buğa bürcləri üçün aprel ayı sabitliyin və rahatlığın artdığı bir dövr olacaq. Maddi baxımdan gözlənilməz gəlirlər sizi sevindirə bilər. Bu əlavə iş imkanları və ya qəfil qazanc şəklində ortaya çıxa bilər. Bu ay özünüzə yatırım etməyin tam vaxtıdır. İstər sağlamlıq, istər psixoloji inkişaf, istərsə də şəxsi bacarıqlar etdiyiniz hər yatırım gələcəkdə sizə qat-qat geri dönəcək. Sevgi həyatında isə daha səmimi və dərin bağlar qurmaq üçün ideal zamandır. Əkizlər üçün aprel ayı sosial həyatın zirvəsi olacaq. Yeni insanlarla tanışlıq, iş əlaqələri və müxtəlif əməkdaşlıqlar sizin üçün böyük qapılar aça bilər. Ünsiyyət bacarığınız bu ay sizin ən güclü silahınız olacaq. Hətta çətin görünən problemləri belə asanlıqla həll edə biləcəksiniz. Unutmayın, bu ay atdığınız kiçik addımlar gələcəkdə böyük uğurlara çevrilə bilər. Şir bürcü üçün aprel ayı parlaq və diqqət mərkəzində olacağı bir dövrdür. Karyerada yüksəliş, rəhbərlikdən dəstək və yeni imkanlar sizi gözləyir. Özünüzə olan inamınız artacaq və bu ətrafınızdakı insanlara da təsir edəcək. Maddi baxımdan da uğurlu bir dövrə daxil olursunuz. Xüsusilə yaradıcılıq tələb edən sahələrdə böyük nailiyyətlər əldə edə bilərsiniz. Tərəzi bürcü üçün bu ay balansın bərpası ilə yadda qalacaq. Uzun müddətdir sizi narahat edən problemlər nəhayət öz həllini tapa bilər. Sevgi həyatında isə romantika və harmoniya ön planda olacaq. Əgər subaysınızsa, bu ay həyatınıza xüsusi bir insan daxil ola bilər. Maliyyə baxımından isə daha ağıllı qərarlar verərək gəlirinizi artırmaq imkanınız olacaq. Oğlaq bürcü üçün aprel ayı zəhmətin bəhrəsini görmək vaxtıdır. Uzun müddətdir üzərində çalışdığınız işlər artıq nəticə verməyə başlayacaq. Karyerada yüksəliş və nüfuzun artması mümkündür. Bu ay həm də şəxsi inkişaf üçün çox əlverişlidir. Yeni bacarıqlar öyrənmək gələcək uğurlarınızın əsasını qoya bilər. Maddi sabitlik və gəlir artımı da bu dövrdə sizi sevindirəcək. Göründüyü kimi, aprel ayı bəzi bürclər üçün sadəcə bir ay deyil, həyatın dönüş nöqtəsidir. Əgər siz də bu bürclərdən birinə aidsinizsə, fürsətləri düzgün dəyərləndirin. Unutmayın, ulduzlar yalnız istiqamət göstərir, amma qərar verən sizsiniz. Əgər belə maraqlı astroloji və gündəm xəbərlərini izləmək istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.